İnsan və robot. Robot sözünü eşitdikdə çoxlarının təsəvvüründə içərisi dəmir-dümür və sxemlərlə dolu insana bənzəyən bir varlıq canlanır. Əslində isə robot verilmiş proqram əsasında əvvəlcədən nəzərdə tutulan işləri yerinə yetirən avtomatik qurğudur. O müxtəlif formalarda yaradıla bilər. Bu sadəcə dizayn məsələsidir. Robotu zahirən insana bənzətmək isə yalnız onu daha cəlbedici etmək məqsədi daşıyır. Siz artıq bilirsiniz ki, robot insana xas bir çox xüsusiyyətlərə malikdir. Onun nitq bacarıqları, düşüncə və dərk etmə qabiliyyəti var. Müasir robotlar sadəcə iş görmür, o insan kimi öyrənir, özü özünü öyrədə bilir. Beləliklə zaman keçdikcə təcrübəsini və biliklərini artırır, zehnini inkişaf etdirir. Bununla belə robot onu yaradan insandan və digər canlılardan fərqlənir. Əsas fərq insanların təbii, maşınların isə süni varlıq olmasından irəli gəlir. İnsan bioloji varlıqdır. O, qidalandığı ərzaqdan enerji alır. Robotun enerji mənbəyi isə elektrik cəryanıdır. Robotlar bəzən zahiri görünüşləri ilə də adama oxşaya bilərlər, amma heç bir maşın insana xas olan duyğulara malik olmur. Maşın təəccüblənmir, sevinmir, qorxmur, kədərlənmir, ağrı hiss etmir. Siz bir robotla tanış olub onunla dostlaşa bilərsiniz, amma bilməlisiniz ki, bu dostluğunuz sizin nəinki yaxınlarınızda, hətta ev heyvanlarınızda, itinizdə, pişiyinizdə olan doğmalıq hissindən uzaqdır. Doğrudur, bugün robotlarla həyatımızın bütün sahələrində qarşılaşırıq. Ona görə də biz onlardan istifadə etməyi öyrənməliyik. Yalnız istifadə etməyi yox, həm də onu yaratmağı. Amma unutmamalıyıq ki, biz insanıq, o isə bizim məhsulumuz, insanlığa, o isə bizim yaratdığımız məhsuldur. Çalışmalıyıq ki, bizim məhsulumuz insanlığa xas olan ən ali keyfiyyətlərə, mərhəmətə, vicdana, məhəbbətə xələl gətirməsin.